Yusuki Arakin zırnasıyla oyun başladı. Yusuki de fikirle Japonu Yusufudur ha. Tabi Hüseyin ayağın altındadır. 3 dakika qabağında burada bir tane pas. Haşim Nica'da girdi ve bir tane pas yaşıt. Pas yaşıt. Göz uyum şütte. Şütte Belfaz. Ey vay bu tirden. Ki el tahmir bizden. Bu da fırsatda cevap vermiyor. Piyontek uzundu. El değsen yıkılacak baba. El değsen yıkılacak ve penaltı. Topun dalında halaf-ı cihat ve gol. Heç sad eləməz, 30-cu dəqiqə. Top traktörün oyuncuların ayağının altında. Bir tane güzel pas burada Haşim Nica'da girdi ve Vatya. Eldon'u tut. Eldon'u tut. Kino Xasam oğuyətlərdən traktora. Oyuncu topu dalında. Şut dedi. Zəhər olsun bu tire. Şuca. Başımızı günah elədi Uca. Eşq olsun bu timə. Traktör alan Behter'in günlərində nəfəs çəkir. Əcəb moğiyyəti burada Haşim Nica'da. Haşim, səkkəl və dirbaşım. 2, 3, 4. Baba zəhəri ya şütdə ya pas ver. Harap harısan öz başıma topu. Danyal öz meydanımızda topu götürüb verdi. Əmir Hüseyin Özsenzadiyə. Difa birin yolladı Xalatı gilə. İkincisi yolladı Əmməsi gilə. Üçüncüsü yolladı getdi Təvəpa. Tövmə axtarır bu oyuncu. Məhvət Ərdalında 5-6 tane difalar arasından. Şüt. Gol. Bu golların fakat Nevad'ın orta vurabilerdi. Sen kimiydin Amir Hüseyin Özsenzade? Eltegaz huna fi Tabriz baridun cidden bil nisbeti leka id'ileli qatar. Yani Tabriz'in havası size çok soğuktu. Elə bu ferman dönün geydin Qatar'a Ceyran. Bura Tabriz'di. Hava o kadar soğuktu. Belli de kim oğlandı kim kız. Mehmet Ali ve mene. Dur gedək. Hakim ifti səsləndi. Tibor yaxınlaşır. Qapıya zərbə və qapı direğiyle qayıdır. Təkrar zərbə və gol! Şoca Xəlilzadə! Kapitan! Hesabı bərabərləşdirir. 1-1. 51-ci dəqiqədə hesab bərabərdir. Sevinmə sırası Qızıl Qurtlardadır. Və azarkeşlərə fikir verin. Ekran qarşısında olan İdman TV'ni izləyən milyonlarla azarkeşi də sevincə qərq edir. Şoca Xəlilzadə. Təbii ki gol yoxlanacaq ama ilk baxışdan hər hansı bir qayda pozuntusu gözə dəymirdi. Epizodun təkrarına bax. Tibor Aliloviç zərbə qapı direğindən geri qayıdır. Burada isə Şoza Xəlilzadə kapitan topu tora qovuşturdu. Bəli, gol qərarı verildi. Əslində bunu bu qədər uzatmağın heç bir mənası yox idi. Amma traktorun oyunlarında adət edilir. Onsuzdan İran çempionatında kifayət qədər komandanı haksız qərarlar olur. Bunu son 2 turda yeteri kadar görmüşük.